Hadisə səhər saat 7-8-də işləmiş radələrində baş veribdir. Qadın da işə gələn yerdə məhəllədə tutub da, yer yurtda qandı, hər halda gördünüz siz özünüz orada. Xırdalan şəhərində itlərin kütləvi hücumu olub. 61 yaşlı qadın aldığı xəsarətlərlə dərhal xəstəxanaya çatdırılıb. Şahidlərin verdiyi məlumata görə məhz hazırda Çinar MTQ-ya aid binanın həyətində olub hadisə. Hadisə zamanı qadın bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb və hətta verilən məlumata görə bu istiqamətdə itlər qadını sürüyüb və qadın həkim nəzarətindədir və deyilənə görə artıq evə buraxılıb. Məlumata görə 61 yaşlı Mələk Muğalova yaşadığı binanın həyətində sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərin qadına qəfil hücum etməsi nəticəsində o müxtəlif bədən xəsarətləri alıb və dərhal yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sakinlərin sözlərinə görə Xırdalan şəhərində son vaxtlar sahibsiz itlərin sayında ciddi artım müşahidə olunur və bu vəziyyət xüsusilə səhər və axşam saatlarında piyadalar üçün təhlükə yaradır. Onlar aidiyyəti qurumları ərazidə təcili tədbirlər görməyə çağırırlar. Çox xəsarət yetiribdir. Yəni ora hardasa belə dediyi kimi 3 litrə yaxın qan gelibdir. Elə öz oğlu həmin elə saniyəsində Abşeron mərkəz xəstəxanasına yerləşdiriblər. Qapıdan çıxanda itlə rastlaşır hamı. Bilmirsən bu nə tər qudurmur. Deməli qudurub ki, qanlı yalayır da bu it. Bununla məşğul olsunlar, yığışdırsınlar bunları. Təbibdən Dem Mediazın sorğusuna cavab olaraq bildirilib ki, təqribən saat 07:10 radələrində Abşeron rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə qadın gətirilib. Pasiyentə baldır nahiyəsinin açıq yarası diaqnozu təyin edilib və ona zəruri tibbi xidmətlər göstərilib. Həkim müdaxiləsindən sonra vəziyyəti stabil qiymətləndirilən qadın ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov xüsusi olaraq Dinaz TV üçün.